Hər birinizi salamlayıram. Bugün ədədin tam hissəsi və kəsr hissəsi necə tapılır, o tipli suallar necə həll olunur, onlara baxacağıq. Bu tip sualları həll etmək üçün biz əvvəlcə ədədin tam hissəsini tapırıq, daha sonra kəsr hissəsinə keçirik. Bildiyimiz kimi hər hansı bizə bir ədəd verəndə, məsələn götürək ki, kökdə 5 ədədi. Kökdə 5 ədədi hansı ədəd tam ədədlər arasında yerləşir? Təbii ki, kökdə 4 ilə kökdə 9 arasında. Niyə? Çünki kökdə 4-dən 2 çıxır kök, kökdə 9-dan da 3 çıxır kök. Yəni ona görə də biz həmişə kiçik olanı götürürük. Kiçik də 2-dir. Yəni kökdə 5-in tam hissəsi 2-dir. Yaxşı, bizə kəsr hissəsi deyəndə necə tapılır? Kəsr hissəsini tapmaq üçün biz ədədin özündən onun yəni tam hissəsini çıxırıq. Yəni ədədimiz özü nəyə bərabərdir? Kökdə 5-ə. Yəni kökdə 5 çıxılsın nə? 2. Yəni bu ədədin kəsr hissəsi də kökdə 5 çıxılsın 2-yə bərabərdir. Tam hissəsi nəyə bərabərdir? Kökdə 2-yə. Yəni bu tipli suallar bu cürə həll olunur. İndi gəlin keçək misalımızın həllinə. Misalımızın həllində deyir ki, kökdə 28 çıx 8 ədədinin kəsr hissəsini tapın. Bu sualı həll etmək üçün biz əvvəlcə bunun tam hissəsini tapmalıyıq. Tam hissəsini tapmaq üçün görək ki, kökdə 28 hansı ədədlər arasında yerləşir? Kökdə 25 ilə kökdə 36 arasında yerləşir. Biz dedik ki, həmişə kiçik olanı götürürük. Kiçik olan hansıdır? Burada 5. Gəlin ədədin tam hissəsini tapaq. Tam hissəsini tapmaq üçün burada bir axı -8 var. Bunu da nəzərə almalıyıq. Yəni ədədin özünü yazaq. Kökdə 28-dən 5 çıxdı. Çıx 8 ədəd. Bu da bərabərdir. Tam hissəsini tapırıq hələ. Deməli, bundan nə çıxdı? 5 çıxdı. 5 çıxılsın 8. Yəni, burada nəyə bərabərdir? -3-ə. Ədədin tam hissəsi nəyə bərabərdir? -3-ə. İndi ədədin kəsr hissəsini tapaq. Ədədin kəsr hissəsi nə cür tapılır? Dedik ki, ədədin özündən, yəni bu ədədin özündən onun tam hissəsini çıxmalıyıq. Ədədin özünü gəlin yazaq. Kökdə 28 çıxılsın 8, çıxılsın bir də -3. Bu nəzərə alınmalıdır. Yəni, burada mənfiyə dəyəndə müsbət olur. Yəni, kökdə 28 çıxılsın 8 plus 3 olur. Bu da bərabərdir. Kökdə 28 çıxılsın 5. Yəni, buradan 8-də, -8-in üstünə 3 gələndə -5 eləyir. Yəni, bu şəkildə tapılır. Biz burada niyə uzun uzadı getdik? Çünki burada bir də 8-imiz var. Axı 8 də bir tamdır. Ona görə o 8-i nəzərə alaraq, yəni kökdə 28-dən bizdən kök 5 çıxdı. 5-dən 8 çıxdı. Tam hissəni tapdıq. Tam hissə -3 alındı. Daha sonra kəsr hissəni tapmaq üçün ədədin özündən onun kəsr hissəsini, tam hissəsini çıxırıq. Bu da kökdə 28 çıxsın 5 alınır. Yəni, D variantı sualı cavabı. Yəni, bu tip misallar həmişə bu cürə həll olunur.